2024-25 mövsümündə ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcək Zirə klubu yeni hücumçu ilə güclənib. Qartallar Kəpəzdən Junior Martinsi heyətinə qatıb. Onunla 3 illik razılıq əldə edilib. 23 yaşlı Braziliyalı forvard buna qədər Braziliya klublarına çıxış edib. Onun Avropadakı ilk klubu isə Litvanın Babrunkas kollektivi olub. Qəbələ klubu Fransalı futbolçusu Bilal Auşer ilə yollarını ayırıb. 30 yaşlı yarım müdafiəsi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 2023-cü ilin yayından qırmızı qaralarda top qovan legioner bütün turnirlərə daxil 42 oyunda meydanda olub və 6 qol vurub. Premyer Liqanın 9-cu sırada bitirən Kəpəz 2 futbolçusu ilə yollarını ayırıb. Gəncə təmsilçisi müqaviləsi yekunlaşan Mate Kvikviya və Adama Niani ilə yeni razılıq əldə edə bilməyib və hər iki legioner komandanı tərk edib. Niani 1, Mate isə 2 il Kəpəzin şərəfini qoruyub. Əsas elitaya qayıdan Şamaxı isə heyətini 2 müdafiəsi ilə gücləndirib. Əyalət klubu Adil Nağıyev və Rafael Məhrəmini heyətinə qatıb. Onlarla 1 illik müqavilə imzalanıb. Qeyd edək ki, hər iki futbolçu son mövsümü Səbaildə keçirib.